Yağışın fəsadları hər dəfə şəhərdə gündəm olur və insanların beynində haqlı sual yaranır. Görəsən Bakı yağışa hazırdırmı? Keçən günlərdə Bakıda yağan güclü yağış şəhərin bir çox küçələrində hərəkəti çətinləşdirib. Qısa müddətdə yağan yağıntı yolların su altında qalmasına, tıxacların yaranmasına səbəb olub. Bəzi ərazilərdə kanalizasiya xətləri yağışı götürmədiyi üçün sular həyət və keçidlərə dolub. Sürücülər və piyadalar hərəkət etməkdə çətinlik çəkib. İndi isə gəlin yağıntının yaratdığı vəziyyətlə bağlı şəhər sakinlərinin fikirlərinə nəzər salaq. Ölkəmizdə hal-hazırda yağış çox lazım, vacibdir. Dənizin quruması, çaylarımızın quruması bu hardasa quraqlığa gedir və belə bir gələcəkdə bu bizim təbiətə, meyvəmizə, qidalarımıza hamısı ziyandır. Yolda çox problemlər olur. Mən artıq universitetə gələnə kimi gördüm ki, ayağım yağış ıslanır, gödəksəm ıslanır. Ondan sonra Bakının kanalizasiya sistemləri yaxşı işləmir. Biraz yağış yağan kimi tunelləri su basır. Bir dəfə yaşamışam ki, ayağım bütün su olmuşdu və geri qayıtmışdım, məktəbə də gedə bilməmişdim. Əsas fəsad bu idi ki, yəni Bakı bir hissəsi hündürdür, bir hissəsi isə aşağı. Yəni sular axır, kanalizasiyada tam dolmayanda o artıq gölməçə kimi bir şeylər yaradır. Şəhərimizin kanalizasiyaları yağış yağarkən pis vəziyyətə qalır. Şəhərimizi sular basır və demək olar ki, məktəblərə, kolleclərə və universitetə gedib gəlmək olmur. Sakinlərin cavabından bu nəticəyə gəldik ki, güclü yağıntılar Bakıda hər dəfə eyni mənzərəni ortaya çıxarır. Yağış bir neçə saat davam etdikdə yolların su altında qalması, tıxaclar və kanalizasiya problemləri yenidən gündəmə gəlir və bu da şəhərin belə hallar qarşısında hazırlıqsız olduğunu göstərir.